Rüfət bəy, son 2 ilin ən uğurlu ətirləri hansılardır? Son 2 ilin ən uğurlu ətirlərindən mənim üçün birinci növbədə Qarmoniya Paris Qaba ətridir. Bu ətir sakit, amma diqqət çəkici. Bu ətir daima olaraq diqqətləri maqnit kimi üzərinizə çəkəcək. İkinci növbədə Marc Anthony Bourrat Aldebaran. Güclü, fərqli və hər kəsin yaddaşında qalacaq fərqli bir tərz. Üçüncü Orta Paris Risvelium. Qaranlıq, dərin və sirli bir qoxu. Lüksu hiss etdirən, fərqli və çox qalıcı bir ətirdir. Dördüncü yenə də Marc Anthony Bourrat'dan Celia. İsti, fərqli və komplimentləri yağış kimi üzərinizə tökdürəcək bir ətirdir. Beşinci yerdə mənim üçün Mason Crivelli'dən Oud Maracuja. Şirin və meyvəli notların içində udun dərinliyi və zənginliyi. Sonuncu deyəcəyim ətir isə sizin üçün bonusdur. Raja Isola Blue. Sanki bütün məşhur ətir notlarının bir yerdə yığılmış bir əyləncə partisidir.